Qur'an dərin bir dəryadır. Onun dərinliklərinə baş vurmaq hər kəsin işi deyil. Dünya evi müvəqqəti evdir. Biz bu dünyada 3 dənə suala cavab verməliyik. Hardanıq, hardayıq və hara gedəcəyik? Ən doğru yola yönəldən bələdçidir Qur'an-ı Kərim. Ağa buyurur, o haqq ilə batili ayıran bir kitabdır. Onun bəyana və təfsirə ehtiyacı var. Mən Qur'anı sizə nazil etdim, tilavət edəsən, oxuyasan yalnız onlar üçün. Mən Qur'anı nazil etdim ki, litubəyyinə linnas, sən bəyan eləyəsən. Səhabələrdən biri soruşur ki, ya Rasulallah, sülh və sakitlik dünyası nə deməkdir? Ağa Rasulullah buyurur ki, imtihan və ayrılıq diyarı. Dünyanı tanımaq bizi çox şeyi gerçəkləşdirə bilər və bizə yolu göstərə bilər. Fitnələr zamanı gərək Qur'ana sarılasınız. Bu hədis, bu verilişin və bunun kimi verilişlərin Qur'an üçün, Qur'ana xidmət üçün təşkil olunan bunun kimi verilişlərin əhəmiyyətini çatdırır bizə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vəl-aqibətu li əhli təqva vəl-yəqin. Salam dəyərli dostlar, hörmətli möminlər. Xoş gördük sizləri. Dəyərli dostlar, mövzumuz Qur'anın təfsiri hədislər əsasında, əlbəttə möhtəbər hədislər əsasında. Bildiyiniz kimi, Qur'anın təfsirə və bəyana ehtiyacı var. Qur'anı tərcümə ilə Qur'anın dərinliklərinə varmaq mümkün deyil. Qur'anın zahiri var, Qur'anın batini var. Qur'an dərin bir dəryadır. Onun dərinliklərinə baş vurmaq hər kəsin işi deyil. Məqsədimiz Qur'anı Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləm bəyanı ilə, Əhl-i Beytin bəyanı ilə təfsir etməkdir. Bildiyiniz kimi, Qur'anın təfsiri müxtəlif metodlarla baş verir, baş tutur və o metodlardan biri də Qur'anı Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm və onun Əhl-i Beytindən nəql olunan mötəbər hədislər əsasında təfsir və təbyin etməkdir. Verilişə başlamazdan öncə, mövzuya başlamazdan öncə Qur'an barəsində çox ciddi bir hədisi və mötəbər bir hədisi diqqətinizə çatdırım. Buyurur ki, İmam Sadiq əleyhissalam nəql eləyir ki, Həzrəti Rəsul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləm buyurur, ey insanlar, siz müvəqqəti keçid dünyasındasınız, sülh və sakitlik dünyasındasınız. Dar-hudnə kəlməsindən istifadə eləyir Ağa Rasulullah bu hədisdən. Deyir ki, bu dünya ki, siz yaşayırsınız, sülh və sakitlik dünyasıdır. Hələ heç nə görməmişsiniz. Əlbəttə, burada sülhdən və sakitlikdən məqsəd qiyamətin o vəhşəti müqabilində, qiyamətin hadisəsi müqabilində olan sülh və sakitlikdir. Fikrinizə gəlməsin ki, o müharibə ilə, terrorla dolu bu dünyanın nəyi sülh və sakitlikdir? Burada məqsəd qiyamət gününün müqabilində olan sülh və sakitlikdir. Ey insanlar, siz müvəqqəti keçid dünyasındasınız. Sülh və sakitlik dünyasındasınız. Burada olsanız da səfər astanasındasınız, Ağa Rasulullah buyurur. Yəni, sürətlə hərəkətdəsiniz. Hər gün, hər saniyə, hər saat sürətlə getməkdədir. Ömür və möhlət sürətlə tamam olmaqdadır. Siz gecəni və gündüzü görürsünüz, günəşi və ayı görürsünüz. Onlar hər şeyi köhnəldir, uzağı yaxınlaşdırır və hər şeyi gerçəkləşdirir. Buna görə səfər üçün hazırlaşmalısınız. Səhabələrdən biri soruşur ki, ya Rasulallah, sülh və sakitlik dünyası nə deməkdir? Ağa Rasulullah buyurur ki, imtihan və ayrılıq diyarı. Bu dünya imtihan və ayrılıq diyarıdır. Ağa Rasulullah bu hədisdə dünyanı tanıtdırmaq istəyir.
Dünyanı tanıtdırmaq istəyir ki, və dünyanı tanımaq da bizim bu dünyada ən əsas və vacib bir vəzifələrimizdən biridir. Dünyanı tanımaq bizi çox şeyi gerçəkləşdirə bilər və bizə yolu göstərə bilər. Dünya evi müvəqqəti evdir. Biz bu dünyada 3 dənə suala cavab verməliyik. Hardanıq, hardayıq və hara gedəcəyik? Ağa Rasulullah deyir ki, bu dünyada belə bir vəziyyətdəsiz, nə etməlisiniz? Fitnələr zamanı gərək Qur'ana sarılasınız. Bu hədis, bu verilişin və bunun kimi verilişlərin Qur'an üçün, Qur'ana xidmət üçün təşkil olunan bunun kimi verilişlərin əhəmiyyətini çatdırır bizə. Qur'an o qədər əhəmiyyətlidir ki, Ağa Rasulullah buyurur ki, fitnələr zamanı Qur'ana sarılın. Dünyəvi fitnələr və fəsadlar zamanı Qur'ana sarılın. Qur'anı sərlövhə qərar verin. Qur'andan istifadə edin. Niyə görə? Çünki o şəfaət edəndir və şəfaəti qəbul olunandır. Qur'an şəfaət edəcək. Qur'an bir kitabdır, əzizlər. Qur'anın şəfaəti bu anlamdadır ki, əgər biz Qur'ana sarılarıqsa və Qur'anı sərlövhə qərar verəriksə, Qur'an əhli olarıq və Qur'an qanunları çərçivəsində ruhumuzu, şəxsiyyətimizi formalaşdırsaq, qiyamətin günü Qur'an əhli olaraq məhşur olarıq və bu özü şəfaət deməkdir. Və onun şəfaəti qəbul olunan da Ağa Rasulullah buyurur, doğru danışan və təsdiqlənəndir. Ona tərəf gedəni cənnətə aparar, Ağa Rasulullah buyurur, ona arxa çevirəni cəhənnəmə sürükləyər. Ən doğru yola yönəldən bələdçidir Qur'an-ı Kərim, Ağa buyurur, o haqq ilə batili ayıran bir kitabdır, onun bəyana və təfsirə ehtiyacı var. Qur'an-ı Kərimin bəyana ehtiyacı var, təfsirə ehtiyacı var. Onda hidayət çıraqları və hikmət nişanələri var. Bu hədis Qur'anın və Qur'an üçün təşkil olunan bütün zəhmətlərin, bütün tədbirlərin nə qədər əhəmiyyətli olmağın bizə çatdırır. Fitnələr zamanı Qur'ana sarılaq. Qur'an üçün təşkil olunan bütün verilişlərdən istifadə edək. Bütün məclislər və tədbirlərdən istifadə edək. Başqa bir hədisdə, hansı ki o hədis Yevmuddar hədisi adlanır, Qur'an barəsində və onun əhəmiyyəti barəsində Ağa Rasulullah buyurur. Hədisin mahiyyəti bundan ibarətdir ki, Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm ayə nazil oldu ki, öz qohum-əqrabanı ilk öncə qorxud və İslami şəriəti onlara təqdim elə və öz Peyğəmbərliyi elan elə. O zaman Ağa Rasulullah qohum-əqrabasını topladı və elan etdi. O elan zamanı buyurur Ağa Rasulullah, deyir ki, mən sizin üçün elə bir gözəl bir şey gətirmişəm ki, məndən öncə heç Peyğəmbər öz qövmü üçün bunu gətirməmişdir. Bu, Qur'anın əhəmiyyətidir, əzizlər. Qur'ana sarılmaq lazımdır, Qur'andan istifadə eləmək lazımdır və Qur'an bizim hidayət edən bələdçimizdir. Birinci müfəssir elə Ağa Rasulullah özü olmuşdur. Qur'anı təfsir edən Peyğəmbər özü olmuşdur. Niyə görə? Çünki Qur'an-ı Kərimdə Peyğəmbərin ən əsas vəzifələrindən biri də məhz elə bu elan olunmuşdur. Cümə surəsində Xudavənd Mütəal buyurur ki, Huvəl-ləzi bə'ətə fil-ummiyyinə rasulən minhum yatlu aleyhim ayatih və yuzakkihim və yuallimuhumul kitabə vəl-hikmə. Deyir ki, mən sizə öz aranızdan bir şəxs, bir rəsul, bir peyğəmbər göndərdim ki, yatlu aleyhim ayati, ayələri sizə tilavət etsin. Baxın, məqsəd tək tilavət deyil, həm də bəyandır, həm də təfsirdir. Buyurur ki, yuzakkihim və yuallimuhumul kitabə vəl-hikmə. Kitabın kənarında hikmət kəlməsi də bizə bu işarəni verir ki, Peyğəmbərin ən mühüm vəzifələrindən biri Qur'anı təbyin və təfsir etməkdir. Və başqa bir ayədə buyurur ki, və ənzəlnə iləykə zikrə litubəyyinə linnas. Mən Qur'anı sənə nazil etdim, Rəsulum,
لِتُبَيِّنَ لِلنَّاسِ. Demir ki, mən Qur'anı sizə nazil etdim, tilavət edəsən, oxuyasan yalnız onlar üçün. Mən Qur'anı nazil etdim ki, لِتُبَيِّنَ لِلنَّاسِ. Sən bəyan eləyəsən. O ayələri təfsir eləyəsən. Mötəbər hədislərdə İmam Sadiq əleyhissalamdan nəql olunur ki, Əbu Bəsir soruşur İmam Sadiq əleyhissalamdan, buyurur ki, Yəbnə Rəsulallah, ay Peyğəmbərin övladı, cəmaət belə bir sözlər danışır. Deyirlər ki, əgər Əli həqdirsə, bəs Əhl-i Beytin və Əli əleyhissalamın adı Qur'anda niyə gəlməyib? İmam Sadiq əleyhissalam deyir ki, onlara denən Qur'anda qərar deyil ki, hər şey gəlsin. Əgər qərar olsaydı Qur'anda hər şey gəlsin, onda Qur'an yığıb yığışdırmaq olmazdı. Ona görə də buyurur ki, Qur'anda namaz əmri olunub, amma onun təfsirin Ağa Rasulullah bəyan eləyib. Zəkata əmr olunub, amma onun təfsirin Ağa Rasulullah bəyan eləyib. Həcc əmr olunub, amma cüz'iyyatın Ağa Rasulullah bəyan eləyib. Və həmçinin imamət məsələsi və vilayət məsələsi qeyd olunub. Xudavənd Mütəal Qur'an-ı Kərimdə buyurur ki, Ətiullah və Ətiur Rasul və ulil əmri minkum. Siz itaət eləyin Allaha və onun rəsuluna və ulul əmr sahiblərinə. Və Həzrəti Rəsul-i Əkrəm onu təfsir eləyib və təbyin eləyib və buyurub ki, mən kuntu Mevlahu fəhada Əliyyun Mevlahu. Hər kim mən onun mövlasıyam, Əli də onun mövlasıdır. Və yaxud da inni tarikum fikum müstəqələyin kitabəllah və itrəti. Bu hədislər vasitəsilə Ağa Rasulullah bəyan eləyir. Bəs buradan belə nəticə alırıq ki, Qur'anın təfsirə ehtiyacı var. Qur'anın tərcüməsi ilə biz onu başa düşmərik, təfsirə ehtiyacı var. Və bizim məqsədimiz bu verilişlərdə Qur'anı Peyğəmbərdən və onun Əhl-i Beytindən nəql olunan mötəbər hədislərlə bəyan edək, təfsir edək. Allahdan kömək istəyirəm və sizə müvəffəqiyyət arzulayıram. Allah bizi Qur'andan və Əhl-i Beytdən ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.